Salam, hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Dekabr ayının 8-də Ordubad rayonunun Nəsribaz kənd ərazisində Kollunun yalı deyən bir təpədə dayanmışam. Möhtəşəm görüntülər var. Aşağı kəsimlərdə yağışdan sonra, dağlarda qardan sonra möhtəşəm görüntülərdir. Biraz bundan əvvəl dağda bulut yox idi, yağan qar açıq aydın görsənirdi. Yenə buludlaşdı. Ancaq dağı bilmək olmaz buludlar. Gah dağın yamacı ilə o tərəfə gedirlər, gah geri qayıdırlar. İndi havanı bilmək olmaz. Yarım saatdan bir dəyişir. TV istiqamətdə buludlar gəlir, çən gəlir dağa tərəf. Bugündən belə günümüz qara olacaq. Qardan yağışdan sonra yollar löhmə, palçıq olacaq ki, əgər Nəsribaz kəndinə qədər yarım saata gəlirdiksə, bir saata gələ biləcək. Yoldan aşağı da 2 dənə qardaş zirvə var. Aşağıdakı daşın üstüne hiç çıxmamışam. Daşlar xınalıdır, camaqlıdır, yağışdan, qardan sonra da çox sürüşkən olurlar. Münasib rezin ayaqqabı ilə çıxmaq olar. Planlaşdırıram, bir gün çıxacam o daşın üstüne. Təhtiyə qardaşı da yanında. Nəsribaz çayının o tayında güneydə yolu bir texnika çürüyür. Uzaq düşməsin deyə geoloji axtarış kəşfiyyat partiyası bütün yolları düzəldir. Biz kəndindən Gülüm dağı 2-3 kilometr olur. Ancaq biz gəldiyimiz yolla 8-9 kilometrdir. Özü də çox pis. Torpağı qəlizdir, yağış qar yağan kimi elə bil ki, vazelin üstündə sürürsən maşını. Əvvəldən yol oradan çəkilməliydi. Ora günəvərdir, güneydi, qumsaldı, qar yağdı. Bir gündən sonra öz-özünə əriyir. Onu kürəməyə də ehtiyac qalmır, həm də təhlükəsiz. İlanlı dağ biz kəndi durduğum təpə bir düz xətt üzərindədir. Elə bir təpədə dayanmışam ki, 3 kəndə qədər məsafə təqribən eynidir. Buradan Tifik kəndinə qədər 9 kilometr, Nəsribaza qədər yolla 6 kilometr, yolla Bistə də 8 kilometr yarım ya 8 kilometr olur. Bu şəhətlərin hansına tez çatmaq olar? Əlbəttə ki, Nəsribaz kəndinə. Bu təpədən o tərəfə yol daha rahatdır, nəinki Bistə, Tiviyə.
Eğer TV kəndinə pis yolundan geçsem 15 kilometrdir, ancaq kəstirmədən 9 kilometr. Əvvəldən bu yol var idi. Digər yollar sonradan çəkilmədi. Hələ ki qış təkərlərinə keçə bilməmişəm. Təkərlər 4 mövsümlük deyil. Vaxt olmadı. Dünən işləyəcəkdim sıra günün. Səndə işi. Sənin içində o qədər. Suyun içində qaldım, bütün oynaqlar qış qol ağrıyır. Bir də ki əyilmiş vəziyyətdə. 1 metr yerə 1 metr 75 santimlik insan necə sığır? 2 qat olub orada işləmişəm. Onun tətiməsidir. Sağ olun hörmətli izləyicilər, növbəti videolarda görüşərik. Məncə görüntülərimiz möhtəşəmdir.